nətər dəyibdir elə də düşür. Abşeronda piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Novxanı qəsəbəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyadanı Opel markalı minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən ilə hadisə yerindəcə keçinib. Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır. Gəlirdim aşağı tərəfdən, dəniz tərəfdən gəlirdim. İşıqlanma yoxdur da, indi qaranlıqdır. Bir də gördüm ki, qabağımdan nəsə qaçdı. Keçmək istədi. Maşın vurdu. Maşına dəydi. Başı dəydi şeyə, lobovaya. Yıxıldı bura. Buradan bax, o dəydiyi yerdən bura cəmi cümlətanı 5 metr yox.